Vocabulaire progressif du français niveau intermédiaire. Copyright Clé international 2017. Unité 21. L'argent, la banque. Deuxième partie. İkincisi. Les devises. Döviz bu sözü Türkler işlediler. Döviz. Harici valyuta mənasında işlediler. Döviz elə valyuta deməkdir. D'accord? La döviz. Deviz sözü var ya bizim dildə. O da bu söz aslında. D'accord? Və əcnəbi valyutaya deyirlər döviz, türklər elə işlədilər. O mənasını işlədilər də, yəni o mənası da var əlbəttə. Monnaie européenne, döviz européenne, monnaie européenne. Monnaie sözünün həm də yenə valyuta mənası var. Money sözünə biraz oxşuyur. L'euro, Avropanın valyutası avrodur. La Suisse, İsveçrə, emploi işlədir. Le franc suisse, İsveçrə frankı işlədir. De nombreux pays, birçok ölkə. Nombreux adjektifdir və əvvəldə gəlib deyə D artiklı sığını itirib D olub. Pays africain, Afrika ölkəsi utilise, istifadə edir le franc CFA. Okay. Quand on voyage, nə var ki voyage edirsən, yəni səfər edirsən. À l'étranger, xaricə, il faut parfois lazım olur bəzən changer de l'argent, pul dəyişmək. Dans un bureau d'échange da deyirlər buna. Bureau d'échange da deyirlər. Dəyişmə bürosunda, yəni valyuta dəyişmə məntəqəsi deyirlər Azərbaycanda buna. Əvvəllər var idi, desin yoxdur bizdə. Ouais. Quelle est la valeur, le cours da deyirlər. Cours sözünün çox mənası var, bilirsiniz. Valeur, value demək dəyər, cours da kursu biz də belə işlədirik. Du dollar, doların kursu nədir, dəyəri nədir? Aujourd'hui, bugün. Gündən günə dəyişir. Le dollar s'échange, dəyişdirilir a 1,12 euro da ola bilər. 1 euro 12 da deyə bilərsiniz. 1 avro 12 sentə. Bu da yəni ki 10 il əvvəlin kursudur. Çox dəyişmiş olmaz. Biraz bəlkə avro dəyəridir. Əmin deyiləm hal-hazırda. Le budget sözünü biz işlədirik. Budget. D'accord, belə oxunmalıdır. Les revenus, yəni gəlir. Les rentrées d'argent, pul daxil olmaları. Biz də işlədirik belə. Et les dépenses, xərc, constituent, təşkil edir. Le budget, büdcəni təşkil edir. On parle du budget d'une entreprise, de l'État. Danışırıq. Bir şirkətin büdcəsindən, bir dövlətin büdcəsindən. Düzdür. Dans le langage courant dildə, yəni geniş yayılmış dildə, çox işlək dildə, le mot, söz, bu söz signifie, məna verir, l'argent, disponible. Əlində olan, yəni available olan, əlində olan, disponible olan pul mənasını verir. Roland voudrait, yəni büdcənin həm gəlir xərc, buna deyirlər büdcə əslində, bir şirkətin gəliri xərci, dövlətin gəliri xərci, düzdür. Bir də var ki, sadəcə əlində olan pula büdcə deyirlər. Bu danışıq dilində belə işlədirik əslində. Deyirəm ki, məsələn, təhsil büdcəm falan qədərdir, harada oxuya bilərəm, səyahət büdcəm falan qədərdir, hara gedə bilərəm və s. Roland voudrait acheter un appartement. Roland bir mənzil almaq istəyir, mais ce sera difficile, amma bu çətin olacaq, car çünki il a un petit budget, onun balaca büdcəsi var. Parfois, bəzən le mot budget, bəzən büdcə sözü signifie, məna verir, aussi, həmçinin l'argent dépensé, xərclənmiş pul mənasını da verir. C'est un film à petit budget. Bu kiçik büdcəli filmdir. Buradakı A, L, L bildirir. Büdcəli. Mais très intéressant, amma çox maraqlı film haqqında deyir. C'est un spectacle, bu bir şoudur, göstəridir. A, très gros budget, böyük büdcəli. Çox böyük büdcəli. Si on manque d'argent, əgər pulun yoxdursa, on n'a pas assez d'argent, on peut emprunter, borc ala bilərsən, une somme, bir summa, bir məbləğ, a, emprunter feili fikrini A-la işlənir. Kommunikasiya feili sayılır bu əslində. Un ami, bir dostundan, après cela, bundan sonra ona de debt, borcun olur. İngiliscə debt deyirlər o sözü, amma B, yazılışda B var. Borcların olur. On doit de l'argent. Devoir feilinin bir çox mənası var, onlardan biri də borclu olmaqdır. On doit de l'argent, pul borclu olursan, a cet ami, bu dosta.
Kiməsə pul borclamaq fikrin A işte. On risque de s'endetter. Riske fiili risk daşımaq deməkdir. Risk daşıyırsan, nə riski daşıyırsan? S'endetter riski. Yəni ki, həddən artıq borclanma riski. Voilà. Il faut que, gerek ki, je rende, qaytarım Lea'ya les 100 euro, 100 avronu qu'elle m'a prêté, hansını ki o mənə prêté eləmişdi, borc vermişdi. Ona görə le artiklı, yəni həmin 100 avronu, onun mənə borc verdiyi 100 avronu. Yəni bankrot olaraq o 100 avronu yox, şey olaraq, rəqəm məbləğ olaraq, ona görə le artiklı. Yoxsa yəni pul elə bir şey deyirlər ki, məhz o pulu qaytar mənə, o kağızları qaytar. Elle m'a prêté, prêténin sonunda sı var, niyə? Çünki euronun sonunda sı var. Je lui dois 100 euro, mən ona 100 avro borçluyam. Prêté, borcu sözü yəni Azərbaycan dilində yeganə sözdür ki, feili ismi xəbər kimi işlənir və təsirli hal qəbul. Prêté de emprunter. Prêter dediyimiz kimi borc verməkdir, emprunter borc almaq. Le verbe emprunter, emprunter feili, mais la personne insanı qoyur qui le fait, hansı ki bunu edir, en situation de relative infériorité. Bu necə bir izahdır? Inferiority, yani daha aşağı situasiyaya koyur. On emprunte quelque chose, bir şeyi borç alırsan, quelque chose d'important, vacib bir şeyi borç alırsan, pour soi, özün üçün. Je serai obligé, mecbur olacağım, obligé mecbur deməkdir. D'emprunter, borç almağa, la voiture de mes parents. Valideynimin maşınını borç alacağım. Il a dû emprunter, o borç almalı oldu de l'argent pour à sa famille, ailesinden. Ouais. La personne qui prête est en situation relativement supérieure. İnsan kim ki borç verir, nispeten üstün pozisyondadır. Dehşet izahatta. Nous avons prêté de l'argent, biz borç verdik, à notre fils, oğlumuza borç verdik. Avrupa'da böyle şeyler vardı. Elle a prêté sa voiture à des amis. O maşınını, yəni borc vermək deyəndə müvəqqəti verməyə borc vermək deyirlər də. Öz dostlarına müvəqqəti verdi. Yəni səhər versən ki, axşam qaytar, sür axşam qaytar. Buna prêté deyirlər. Bu da prêtédir. On emploie, işlədirik aussi le verbe prêter, prêter fiilini dans des situations simples et quotidiennes. Hə, prêter fiilini və bayaq deyincə sadə və gündəlik situasiyalarda işlədirik. Məsələn, Malika, tu peux me prêter un stylo, mənə bir qələm borc verə bilərsən, yəni ver qaytaracağam. Müvəqqəti verməkdə, yəni versən qaytaracağam. C'est un bon livre, bu yaxşı bir kitabdır. Je te le prêterai si tu veux. Mən onu sənə müvəqqəti verərəm. Borc verərəm əgər istəyirsənsə. Je te le prêterai si tu veux. Faire des achats, alış eləmək. Alışlar eləmək. Yəni nəsə almaq. Vous faites un achat important. Important sözünün buradakı mənası böyük deməkdir. Yəni ki, vacib yox, böyük, yəni həcmcə böyük. Böyük bir alış edirsiniz. Une voiture, une maison, important o demək, yəni böyük alış, maşın alırsın, ev alırsın. Vous pouvez payer comptant. Payer comptant şey deməkdir. Bütün pulu demək. D'accord? Toute la somme, həm ötərizdə yazıb, bütün summanı ou en plusieurs fois ya da bir neçə dəfəyə sans frais, frais-siz, yəni ki, xərcsiz, əlavə fi olmadan. Belə şey aydın olur. Çünki üstünə pul gəlir. Mötərizədə yazıb sans rien payer de plus. De plus əlavə deməkdir. Əlavə heç nə ödəmədən. Amma adətən belə olmur, adətən olur. Vous achetez à crédit. Kreditlə alırsınız. Lənətə gəlmiş sistem. Vous devez emprunter de l'argent. Siz pul borc almalısınız à la banque, bankdan. Vous faites un emprunt, bir emprunt edirsiniz. Un prêt ya da o biz tərəfdən baxanda, yəni biz tərəfdən baxanda bu empruntdır, yəni ki, şeydir. Borclanmadır. Amma prêtdir o birisi tərəfdən, yəni borc almadır. Borc vermə daha doğrusu. Bank tərəfdən prêt. Elə bir fərq yoxdur, yəni ki, hansı tərəfdən işləsən işte. La banque vous propose, bank sizə təklif edir un prêt, bir borc
à 3,8% sur 15 ans. Par exemple, mesela. Par exemple burada vacip çünkü böyle şey yok. Ancak par exemple oldu. Un prêt à hansı faizden 3.8 faizden 3,8 faizle 15 yıl üzerine 15 illik mesela. Bunu niye virgülle okudum? Hele okumalısınız. İktisadi şeylerde kısmen böyle okunur. Ama burada başka necə okumaq olar? Başka cür okumaq olmaz. Puan olanda puan deyirlər. Puan da demiyorlar. Virgül ise virgül değil. Bu dövü ikisini de koyabilir. Biz mesela virgül koyuyoruz. Almanlar virgül koyuyorlar. Amerikanlar nöqtə koyuyorlar. Fransızlar ikisini de koyuyorlar. D'accord? Yani bu tam demek için 3,8 demek için. Biraz riyaziyat. Vous devez rembourser. Siz rembourser. Rembourser geri ödemek deməkdir. Pulunu geri qaytarmaq. Mesela mağaza rembourser eləyir. Nə eləyir? Məhsulu geri götürür, satdığı məhsulu geri götürüb müştərinin pulunu geri qaytarır. Mağaza nə eləyir? Rembourser eləyir. Biz de bankdan pul götürəndə o pul geri ödəyirsə, bu da remboursmandır, rembourser eləməkdir. D'accord? Vous devez rembourser. Siz rembourser eləməlisiniz. Pulunu geri qaytarmalısınız. Votre prêt, öz prênizi, yəni borcunuzu rembourser eləməlisiniz. Par mensualité, aylıq. Ay bay. Le remboursement prend 15 ans. Remboursement yəni geri ödəmə çəkir 15 il. Ouais. Gagner de l'argent, pul qazanmaq. Il est important, vacibdir de gagner sa vie, həyatını qazanmaq. Belə tərif tərcüməlisə, yəni dolanmaq, pul qazanmaq. De gagner de l'argent, pul qazanmaq, pour vivre, yaşamaq üçün. Bu eyni sözdür. Gagner sa vie, gagner de l'argent pour vivre deməkdir. Le revenu, gəlir, est le terme, bir termindir, général, ümumi termindir. Pour l'argent que l'on perçoit, hansını ki perceive edirsən, yəni ki alırsan da. Gəlir deməkdir. On paye à l'État, dövlətə ödəyirik, l'impôt, des taxes ya da vergi sur le revenu, gəlir üzərindən vergi, yəni nə qədər gəlirimiz varsa ondan vergi ödəyirik. Un salarié, vergi müxtəlif növləri var falan. Bu o qədər vacib deyil, bizim mövzumuzun skopunda deyil. Un salarié bir maaşa işləyən insan, salarié maaşla işləyən insana deyirlər. Maaşlı işçi, tuş alır, reçoit da demiyorlar, perçoit da demiyorlar. Un salaire bir maaş alır. Salaire de söz, d'accord, salaire. Maaş. Maskülendir. Un travailleur indépendant, müstəqil işçi, məsələn, həkim müstəqil də işləyə bilər. Fransada müstəqil işləyən həkim çoxdur. Bizdə amma məncə o qədər çox. Diş həkimləri falan elə işləyirlər. Müstəqil işləyir də, yəni özü işləyir. O nə alır? Honorer, yəni qonorar alır. Ruslar h-nı qıya çevirir axı, qonorar alırlar. Onu da aya. Məsələn, avokat, vəkil. Məsələn, bir dənə iş götürür, bir müştərinin iş götürür, iş başına danışır falan qədər. Buna qonorar deyilir, düzdür? Honorer. Bizə qonorar biraz müəyyən şeylərdə işləyir. Qonorarı bizə kimlər işlədir? Bilməm, müğənnilər falan deyirlər qonorar almaqda. Amma həkimlər adətən bilməm, maaş alırlar, deyirsən, faiz alırlar, əmin deyiləm. Une entreprise, bir şirkət fait de bénéfices, mənfəət əldə edir. Faire de bénéfices, mənfəət əldə etmək. Il est important, vacibdir de partager les bénéfices. Bəli, mənfəəti paylaşmaq vacibdir. Les parents, valideynlər, donnent, verirlər de l'argent, pul, l'argent de poche, cib pulu, à leurs enfants, uşaqlarına. L'homme et l'argent. Dövrümüzün ən qəliz mövzusu. İnsan və pul. L'homme burada insandır, kişi deyil. Çünki homme sözünün həm kişi mənası var, həm insan. Fəlsəfi və elmi mənada insan mənası verir. Burada da insan və pul. Quand leurs parents sont morts, nə var ki onun valideynləri öldü, Cécile və Séverine ont reçu, receive elədilər, yəni qəbul elədilər, un héritage, bir miras əldə elədilər. Ya da ils ont fait un héritage, onlar bir héritage aldılar, belə deyək. Héritage elədilər, yəni miras elədilər, miras aldılar da yəni. Elles ont hérité d'une grande maison, böyük bir ev hérité elədilər, yəni miras aldılar. Hérité eləmək, miras almaq. En Bretagne, Fransanın Bretagne vilayətində. On peut être aisé, gəlir səviyyələri. Aisé ola bilərsən, yəni ki rahat. Yəni, çox varlı deyilsən, amma rahat həyatın yaşayırsan, pul problemi yaşamırsan. Très aisé, çox rahat. Ondan sonra gəlir riche, varlı, fortuné, sərvətli.
Cette vieille dame, bu koca kadın, est millionnaire, milyonçudur. Et peut-être même milliardaire. Hatta olabilsin milyarder. Même hatta demeyin. C'est l'une des plus grosses fortunes du pays. Bu biridir. Neyin biridir? Les plus grosses fortunes. En büyük servetlerinden biridir ölkənin. Certains, bəziləri envie sa richesse. Onun zenginliğinin pahalılığını çəkir. Envie feili pahalılığını çəkməkdir. Richesse de zenginlik. Quentin et Edwige ont les moyens de s'acheter une belle maison. Okay. Avoir les moyens de imkanı olmaq deməkdir. İmkanları olmaq. Nəyə imkanları var? Özlərinə almağa. Gözəl bir ev. S'acheter özünə almaq deməkdir ya da özlərinə də indi burada iki nəfərdir. Ils ont assez d'argent. O demək ki, onların kifayət qədər pulu var, imkanı var. Madeleine et Rémi, Madeleine ve Rémi, au contraire, bunun eksine, n'ont pas les moyens, imkanları yoktu, de s'acheter, almağa, özlərinə almağa, une maison, bir ev almağa. Car çünkü ils ont des revenus modestes. Onların mütevazi deyirlər türklər. Mütevazi, yəni kiçik şeyləri var, gəlirləri var. Ils ne roulent pas sur leur. Onlar qızıl üstündə roule eləmirlər. Bank üstündə oturmayıblar. Yəni ki, qızıl üstündə şütümürlər. Bu bir ifadədir də. Rouler sur l'or. Ne pas rouler daha doğrusu inkar. Laurent vient d'une famille défavorisée. Défavorisée kasıbın elə bir biraz nəzakətli formasıdır. Efemizm. Kasıb demək üçün défavorisé deyirsən. Yəni favorizə olunmamış ailədən gəlir. Yəni kasıb ailədən gəlir. Il est fauché. Fauché biraz məişət sözüdür. Kasıbdır. Il n'a pas un sou. Onun bir susu da yoxdur. Yəni bir penisi də yoxdur. Penny yəni kısa şey. Pence də şeylər deyirlər. İngilizlər. Oui. Il souffre de sa pauvreté. O kasıbçılığından əziyyət çəkir. Bəli. Su bildirsə yəni xırda pula deyirlər o köynə şey olub. Qəpi olub da deyəsən orta əsrlərdə. Oui. Défavorisé bu biraz da şey sözdür. Biz necə müqayisəli sözdür. D'accord. Və kasıblıq da əslində müqayisəlidir də. Çünki biz kasıbsa deməli kimlərsə varlıdır ki biz kasıb. Böyle bir şey daxil bu iqtisadi sistemdə. Alors, remarque, Gate, on peut parler d'un quartier défavorisé. Ha, deyirlər ki, məsələn, filan quartier, un quartier riche, varlı məhəllə, défavorisé məhəllə. Regionlar haqqında ilə danışırlar. Deyirlər ki, une région défavorisée. Əgər bir bölgə kasıbdırsa, məsələn, Azərbaycanda hansı bölgə çox kasıbdır? Bilmirəm, denərəm məsələn, hansı bölgə ola bilər? Bütün bölgeler kasıbda böyle bakanlar. Neyse. Ouais, remarquez dedik. Charlotte est dépensière. Dépensière bədxərc deməkdir. Bədxərcdir. Elle a tendance, onun tendansı var, yəni meyli var, tendensiyası var. Nəyə? A jeter l'argent par les fenêtres. Pəncərədən pul tullamaq. Bu bir ifadədir. Yəni pul çox xərcləməyə deyirlər. Guy était riche, varlı idi, mais il a perdu sa fortune, öz sərvətini itirdi. Il est ruiné, o indi ruined, yəni ki şeydə batıb da, yəni şey məhv olub. Müflis. Tout le monde est étonné, herkes təəccüblənir par sa ruine financière, onun maliyyə müflisliyindən təəccüblənir ki, necə oldu ki bu adam. Brice déteste dépenser. Brice xərcləməyi xoşlamır. Il est avare. O avardır, yəni xəsisdir. Molière'in əsəri var, avare. Radin də avare deməkdir. Bu biraz şeydir. Məişət sözüdür. Bir də belə bir ifadə var. Près de ses sous. Sularına yaxındır. Yəni ki xəsisdir də qısası. Su sözü yukarıda vardı. Remarque var. Le terme riche, varlı sözü est souvent péjoratif. Bəli, péjoratif ifadedir. Varlı sözü, riche sözü yəni varlı demək, riche sözü Fransızca indi riche deyirlər, biz varlı deyirlər. Bizim dildə olmaya bilər varlı sözü pejoratif söz. Amma Fransız dilində riche sözü biraz pejoratif sözdür. Yəni
alçaldıcı sözdür. D'accord? Kimsə riche deyəndə o deyirlər ki, bu mənfi bir şey kimi deyirlər. Bu alçaldıcı söz kimidir. On se moque souvent des nouveaux riches. Təzə varlılarla sonradan görmüş məzələnirlər deyir söhbət. On se moque souvent. Üçüncü, bunlar haqqında çox məlumat vermir. İstəsəz ChatGPT-dən soruşun. Culturellement, mədəni olaraq, il est mal vu, pis baxılır, pis baxırlar. D'être avare, avare olmağa, xəsis olmağa pis baxırlar bu bütün kültürlərdə. Belə deyək ki, connaissez-vous la célèbre pièce de Molière, l'avare? Tanıyırsınızmı Molière'in məşhur piyesini Avare? Bu əskəriyyət oxumuşum, bu l'avare əsərini. Əskəriyyət oxunmayan o əsərlər siyasında. Quelques proverbes, bəzi atalar sözləri. La langue française, fransız dili a d'innombrables expressions. Sayısız hesapsız deməkdir. Innombrable. De burada D artiklı sığını itirib, saytla başlayacaq öğünü itirib, d'innombrables expressions et proverbes concernant l'argent. Pulla bağlı sayısız hesapsız ifadələr və atalar sözləri var. Mentionnons. Bir neçəsinin adını çəkək. Quand on aime, on ne compte pas. Nə vaxt ki sevirsən, onda hesaplamırsan. Yəni ki, sevəndə sevdiyin üçün sərf edirsən. Hesaplamadan hesap kitap eləmirsən də. Bu təkcə pulla bağlı deyil, yəni ki, bu ümumiyyətlə də, yəni ki, fəda edirsən, fədakar olursan zət demək deyən kimi. L'argent ne fait pas le bonheur. Bu da klişe ifadədir. Bizim dildə də var. Sevgi xoşbəxtlik yaratmır, xoşbəxtlik gətirmir, amma hamımız bilirik ki voilà. On peut s'arrêter là. Burada dayana bilərik. Ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız varsa rəydə soruşa bilərsiniz. Merci.